Övladını qucağına alıb görməyə qismət olmasa da, ona şəhid bibisi oğlunun adının verilməsini vəsiyyət edərək əbədiyyətə qovuşan qəhrəman hərbiçilərimizdən biri də Məmmədov Kənan Hüseynoğludur. Kənan Məmmədov 1993-cü il iyulun 17-sində Ağdaş rayonunun Kötavan kəndində dünyaya göz açıb. O, 1999-cu ildə Valeh Cəfərov adına Kötavan kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2010-cu ildə həmin məktəbi uğurla başa vurub. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra qəlbindəki vətən sevgisi onu yenidən müqəddəs hərb yoluna qaytarıb. Kənan Məmmədov 2014-cü ildən Gizir kimi Beyləqan rayonunda yerləşən en saylı hərbi hissədə xidmətə başlayıb. O, 2-ci Qarabağ müharibəsində Cəbrayılın və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq nümayiş etdirib. Kənan Məmmədov sentyabrın 28-də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Gizir Kənan Məmmədov doğulduğu Ağdaş rayonunun Kötavan kənd qəbirstanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb. O, ailəli idi. Şəhidimizin 2 övladı vətənə əmanət, ailəsinə isə müqəddəs yadigar qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kənan Məmmədov ölümündən sonra vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilib.